Bütün növ allergiyadan əziyyət çəkən insanlar diqqətlə baxın. 3 stəkan su götürülür, su qaynadılır. Artıq su qaynara düşəndə 1 xörək qaşığı süpürgə toxumu tökülür. 2 xörək qaşığı isə arpa. Bu da 2. 1 dolu xörək qaşığı isə gizli tikan qurusu. 1 ədəd isə keçibuynuz meyvəsinin özünü. Amma qırırıq balaca qusuklara. Vəsə, qırdıq. Ağzını da bağlayırıq. 7-8 dəqiqə, 10 dəqiqəyə qədər qaynadırıq azxodla, vamxodla və bunu səhər, günorta, axşam yeməkdən yarım saat 40 dəqiqə qabaq inşallah içirik. Bu bütün növ allergiyada fayda verir. Bütün hamısında çox mükəmməl bir şeydir. İnşallah düzəldin. Belə allergiya olanda baş verəndə bundan tətbiq eləyin və faydasını inşallah ki görəcəksiniz. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Xahiş edirəm məni axtarmayın. Yəni mənimlə əlaqə nömrəsi istəməyin. Mən sizin üçün bütün belə göstərirəm. Necə olur, necə dəmlənilir, necə içilir. Hamısını göstərirəm Allah üçün ki siz də eləyin. Çünki mən bu boyda insanların qarşısında dayana bilmərəm. Bu mümkün deyil. Belə. Oldu. Çox sağ olun, minnətdaram.